Salam, bugün nə seviyirdim? Mənimlə bir gün vlog çəkirəm. Normalda mən məşğələrimin ilk günü vlog çəkəcəkdim. Ana dili və rəsm məşğələrimin. Amma heç birinin ilk günü vlog çəkməmişəm. Yəni təkcə rəsm çəkmirəm. Rəsmini bilsin necə qısa kəsit olaraq çəkmişəm. Yəni əlimdə o gündən aid qısa videolar var sadəcə. İstəyirsiniz siz birinci onları izləyin, sonra videonun açılışına davam edək. Deməli canım, mən normalda bu gün vlog çəkmək fikrim yox idi. Sonra rəsmə gəlirdim. Sevdanla görüşdüm. Sevdanla görüşürdüm. Dedim ki, niyə bu vloga çəkməyim? Sevdanın da bu arada kanalı vardı. Kanal hələ qalır. Ayo, Kanal getdi. kanal çekmeyeyim, kanal kaldı. Prosta pulun olsun, kaşar şeyler çekeceğiz. Hə, tamam. Biz bir yerdə araza gedirik. Burada kağızı üzümü yükləmişəm. Rəsmin ilk gündür yəni. Bu rəsmin 3 gün vlog çəkməmişəm bu arada. Çəkəcəm hələ. İnşallah. Yəni belə hazırlaşmışam. Hə, tut. Thank you. Belə kombinimiz də böyle bu arada. Mən belə ağappaqçıymışam rəsmə. Çox iddialı bir seçenek. Burnumu da highlighter elə bir həyatımdan daha parlaq. Arkada Druska. Uşaqlar buna baxın, çox şirinliyə. Səni yerim. Neyse, indi qrazik qaldıq belə. Bir şeyler arıyoruz Sevda ilə. Almağa bir şeyler. İnşallah pis-pislər yeməyə almazsınam. Bir şeyler yeməyə almazsınam. Burası bilmirəm. Felix sokaq tərifləyirlər deyəsən bunu alacam. Bu pomidor özlüdür. Reklamı kaşar giyiyor. Felix. Mən rəsmən çox bundan alıram amma. Bu burada oxallarda da var. Hamısının aromaları fərqlidir bu arada. Alıram. Hansı aromalı alım? Mesela bu balıqlıdır. Mən balıqdan yiyərəm. Pişirə balığı necə yeyir? Bunu alacağım. Bunu alacağım. Tam bunu qırağa ben şeydi, bunu alacağım. Kola götürdük. Tipslərdən falan təzəyik. Bax çayını alırıq. Tezə. Foncuyu təşkil bir dənə böyle tips alaq. Mən də başlayır. Bir dənə lays aldıq, bir dənə bundan aldıq, bir dənə kola mənə. Sevdə də bundan məhəllədə oturmuşuq. Bugün Aysun hediyələrinə baxırıq. Aysun ad günüydü bu arada. Bunlar belə, bir də bu vardı belə. Bunu qoyaq belə. Hə, sağ ol. Mübüşdü, təbrik edirəm. Yesinlər səni. Böyle. Aysun kombini pitçək. Rəsmci qızlara özlüblər yazdılar. Rəsmdə qızlarla vlog seç. Nuray! Yazdılar ki, Nuray. Rəsmci qızlarla video seç, vlog seç. Nuray üçün darıxmışdı. Nurişim niye? Darıxmısınız mənim üçün. Darıxmışsınız Nuray üçün. Hə, bundan sonra Röya başladı. Bu da Röyadır bu arada. Nuray Aysun hədiyəsini düzəldir uşaqlar. Nuray. Yeni siz o videoları izlədiniz. Yəni indi bu günləri sizə danışdım. Bu günləri mənimlə birlikdə rəsmə hazırlaşacaqsınız. Rəsmin ilk günü vlog çəkməməmin səbəbi də o idi ki, dostlar. Çünki mən gecikirdim mi rəsmə? Çünki həmin gün yadımdan çıxmışdı mənim rəsm məşğələmin olduğu. Ona görə mən birdən ağlıma gəldi ki, 3-cü günü mənim rəsm məşğələm var falan dedim. Ona görə rəsmə hazırlaşdım və tez getdim rəsmə. Ona görə ilk gün vlog çəkə bilməmişdim. Yəni sonra Sevdanın zadı gördüm, Sevdanla görüşdüm. Dedim ki, qoysanız biraz kəsit çəkeyim, həmin günləcəymişdim falan. Siz görün, ona görə videoya əlavə elədim. Neyse, indi bu günlər mənimlə bir yerdə rəsmə hazırlaşacaqsınız. Rəsmdən əvvəl dərs eləməliyik bir yerdə. Mənim riyaziyyat məşğələm var 5-ci gün. Bugün 3-cü gündür bu arada hələ. Amma 5-ci gün mən yeni riyaziyyat məşğələmi qurtarmaq istəyirəm. Yəni çalışdığım qədərini eləyəcəm. Çünki 6-cı gündə həndəsə var və həndəsəni çatdırmalıyam. Yəni çox dərsim var, yəni bayağı. Və ana dil məşğələm də başlayıbdı. Ana dil məşğələm də çox qəşəng. Yəni Acun mənim üçün darıxmışdım bayağı özdə. Buradan ona salam var. Neyse, hə, indi mən gedəcəm. Riyaziyyat işləyəcəm sizdən bir yerdə. Sonra anam pizza hazırlayıb, pizza yeyəcəyik. Sonra da rəsm məşğələmə hazırlaşacağıq mənimlə bir yerdə. İnşallah bu gün rəsmdə qəşəng qızlar var. Rəsmdə qızların bəziləri çıxıbdı, çünki bəziləri kollecdə, bəziləri də 11-ci sinif idi. Yəni yerdə qalıb Nuray, Aysun, Ahu gedibdi bu arada. Ahu kollecdə verirdi 9-un. Yəni o getdi. Yəni Aysun və Nuray qalıbdı. Bir də təzə bir dənə qız gəlib Zeynəb gəlibdi. Zeynəb də var. Bir də Röya var. Bu kadar yəni. Neyse, indi mən gedim riyaziyyat məşğələmiz üçün kitabları falan hazırlayayım bura. Ona videoya devam edərik.
Deməli canlar, biz riyaziyyatdan mən sizə deyim hansı bölümdəyik. Bu arada bu təzə aldığım kitab, yəni o qədər şey buralar falan cırılır, əsəb oluram. Deməli biz riyaziyyatdan NATO ədədləri bitirdik, çoxluqları bitirdik. Faiz, nisbət, tənasübdəyik. Həndəsədən isə 3 bucaqlardayıq. Nəysə, indi mən bu gün faiz yazsam böyük ehtimalla faiz, nisbət və tənasüb yazacağam. 2-3 bölməsini keçmişik faiz, nisbət və tənasübün. Yəqin ki bunu yazacağam indi mən bu günləri. Çox sual var arasında. Gözlərim qamaşdı maşallah. Nəysə, indi mən bu sualları işləyəcəm. Bu arada adi məşğələmdən də təzədən keçdi, yəni ilk gün deyənə. Onun da müəllimə bizə qayda yapışdırdı bura belə üslublara aid. Yəni bu da üslubların qaydasıdır. Bunu göstərim istəyirsiniz, eşit alarsınız yəni. Bu dərs ortası gül çəkmişəm. Çox belə gördüm ki, belə şey deyə yorulmuşdum çünki riyaziyyatın çox ana dilinə getmişdim ona görə. Nəysə, bu da ana dil məşğələ dəftərim. İndi sizə mən göstərim bu üslubların qaydasını istərsəniz eşit alarsınız. Bu da dediyim kimi riyaziyyat dəftərimdə onsuz da. Burada da faiz və nisbət tənasübün qaydaları var. Belə. Bunu da istəsəz ala bilərsiniz yəni. Nəysə, bu da belə qayda. Bu özüm heç oxumamışam bu arada onu mən. Çünki təzə keçmişik deyə. Baxın belə dəqiqə nə qədər yaxından eləsəm artıq. Bu qədər belə. Oxunur mu bilmirəm, onu belə də yəni. Bunun arkası da varmış bunun. Burada da publistik üslubuymuş belə. Bunu belə qoyum yəni. Nisbət tənasüb işləyəcəm. Bir də yoruma o qədər yazmışsınız ki, dərs vloqlar falan gəlsin. Artıq mən də 4 günü vloq çəkmirdim və bu vloqu mən 4-cü günə qədər çatdırmalıyam. Bu gün 3-cü gündür. Bir günə editi necə eləyəcəm heç özümə bilmirəm, amma Allah kərim yəni inşallah alınacaq. Bu gün də rəsmim var hələ, o da yazmaq düşdü. Saat 8-də rəsmimdən gələcəm. Of, çox işim var. Nəysə, indi başlayaq biz faiz, nisbət, tənasübü yazmağa. Bir qara qələmlə yazsam. Sol qələm olaraq bundan istifadə edəcəm. Bu da qara qələm. Onda belə deyim, başlayaq. Mən sizə göstərim, bu bölməni işləyirəm. Burada birincisini biz təkləri orada işləyirik, məşğələ işləyirik. Deməli, mənimlə bir yerdə izah eləyərək. Qalan düzləri evə verir, amma normalda mən deyir hamısını yazınız. Azalıq mən bir üşəngəc olduğum üçün sadəcə düzləri yazıram. Təbii ki, təklərin üstündən bir də keçsəm olsa, axırda ki, baxacam görüm nə isə, bax üşüməmişəm falan filan. Neysə, indi mən birincini yazırdım, ikincini yazırdım. Yəni düzdür, birincini mənim nümunə kimi göstərib, ikincisini mən yazıram. Yəni belə gedir şu anlıq. Qaralama vərəqi götürdüm hesablamağa falan. Amma mən demək olar ki, faiz, nisbət və tənasübdən nisbət, tənasübün xassələri olan, yəni birinci hissə sayılır. Yarısını yəni qutardım. İndi saxlayıram o bislər çünki biraz yoruldum. Hava istidir, bilmirəm. Otağın qapısını bağlamışam. Normalde evdə kondisioner yanır, amma mən otağın qapısını bağlamışam ki, sakitçilik olsun yəni. İndi mən gedirəm biraz dincəlib çay falan içim. Kağızın rəyi. İndi gedirəm mən çay falan içim. Bunu da yəqin ki, bu arada mən məşğələdən gələndə iş eləyərəm. Sabahlar 4-cü gün full evdəyim. Evdə onda da işləyə bilərəm. Yəni bilmirəm bunu. Birazdan bekar olub yenə də işləyə bilərəm. Amma yəni riyaziyyatı saxlayıram indi. Mən indi koridora gəldim ki, çantamı götürüm çünki çantamı yığmalıyam. Bir də çolkalarımı yığacam birazdan çıxana yaxın. Yəni belə indi gedək aksesuarlarımı düzəldəcəm. Çayımı götürüm, gedək aksesuarlarımı düzəldək. Belə. Deməli canlar, mən indi kombin eləyəcəm rəsm məşğələmə. Qara şalvacı yemək istəyirəm. Üstündə bir dənə aldığım köynək var deyə ağ rəngdə onu geymək istəyirəm. Məktəb alış-verişdən baxanlar bilər məncə. Nəsə indi baxım görüm də, yəni dəri çantamı götürəcəm. Yəni ona görə ona uyğun bir şey olsun istədim. Baxaq. Deməli o dediyim köynəyi geyinəcəm belə. Altında bu qara cins şalvar geyinəcəm. Yəni bu ikisi kombinim oldu. Mən kombinimi geyindim, yəni ənimi geyindim, paltarlarımı biraz da saçımı düzləşdirdim. Yəni çox az yəni. İndi mən makyaj edəcəm sizdən bir yerdə. Bu arada setimdəki ulduzun klonu dəyişmişəm. Dəniz ulduzu taxmışam. Bu da evdə bir dənə belə böyük sepim vardı, onun üstündə idi. Nəysə, indi makyaj edəcəyik mənlə bir yerdə. Makyaj çantamı da bura gətirmişəm, belə qoymuşam. Neçə vaxt makyajımın videoları göstərmirdim ki, qısa göstərdim. Bu səfər çəkmək istəyirəm, yəni bayağı yəni. Bir də belə tokan var. Belə mənim muncuqlu. Bunu taxmaq istəyirəm indi. Bilmirəm, görən necə görsənlər. Bir dənə belə buradan birini taxsam, baxsam. Yok ya, olmadı kanka. Böyle olmadı. Neyse olsun, bu yaraşmadı yani. İndi adi tokamı takıp makyaj edeceğim.
O bir sanmı. Belə ağ broşka vurdum bu səfərdə, yəni makyaj eləmək üçün. Deməli, birinci günəş kremindən başlayıram bu arada. Rəsmini inşallah, belə əslən olmadı bu gün rəsmə getməyəcəkdim mən. Qızlara da yazmış falan ki, bu gün rəsmə gəlmək istəmirəm mən. Qızlar da yazmış ki, sən 11-ci sinifsən, gəlmək istəmirəm nədir? Belə bir savabınız yoxdur maalesef filan dedilər. Yəni Aysun dedi daha doğrusu. Ayrıca gedəcəm. Aysun da ay günü olan qızı bu arada, onu da deyim. İndi makyaj eləyəcəyik, günəş kremimizi vurduq. Sonra bu kremdən vuracam. Bu aralar cildim bir ara düzəldi, bir ara pis olur. Bir ara geçin olur, bir ara nə bilmirəm, çözəmədim. Neyse inşallah belə qalsın hələ ki. Belə məmnunam bu ara cildimdən, şu anlıq cildimdən məmnunam. Arada bir buradakı, bir də buradakı sivilcəmi çıxmaq şərti ilə, kamerada görsəm, yəni amma realda görsəm, sivilcəmi çıxmaq şərti ilə idealdır. İndi yaydıq. Yüzüm elə parladı ki. Hər neyse, indi krem vururuq, bu kremi. Bu arada dırnaqlarım belə biraz uzanıblar artıq yavaş-yavaş. Məktəb açana qədər qalsın, yəni. Məktəb açana qədər özü düşəcək, yəqin ki, özü də uzanacaq və düşəcək. Ona görə dəyməyəcəm, dırnaq düzəltdirməyəcəm, yəni. O vaxta qədər də altdakı dırnaqlarım uzanır. Bu arada məsələn bunun altındakı belə bunun altında dırnağı məsələn uzanıbdır. Çox yaxşı bir şeydir. Mən öz dırnaqlarım uzamasını istəyirəm ki, məktəb açanda öz dırnaqlarım uzun olsun, yəni. Kremi də vurduq. Makyaj yüzümdə qəşəng qalar. Çünki kremi çox vurduğum günə makyaj yüzümdə çox qəşəng qalır. Çünki axı üzümüzü yaxşı nəmləndirdik falan. Ona görə. Köynəyi çox bəyəndim bu arada. Belə. Mən bayağı bəyəndim. Böyle. Yeni makyajımızı eləyək. Kem kipriklərlə taxmışdım da. Və kipriklərim töküldü. Yəni çox az kipriyim qaldı. O qədər azdı ki, taxa da bilmirəm. Çünki taxsam yenə töküləcək. İndi bunu yayaq. Bu arada canlarım, mən artıq həftədə bir dəfə video atacağım. Elə vaxt olacaq 2 dəfə olacaq, düzdür. Amma məktəblə əlaqədar olaraq, yəni vloqlarımın sayı biraz azalacaq. Shortslar üstünlük verəcəm, amma uzun videolar, yəni həftədə bir dəfə ya da elə vaxt olacaq 2 dəfə gələcək. Belə. Və canlarım, makyajım bitdi, yəni. Bunun tokamı bilim burada saxlamaq istərdim ya da yox. Bırax, qalsın belə, yəni. Sadəcə üstünü götürəcəm, bəlkə istifadə edərəm. Belə oldu, yəni kombini falan. Tokaları da çıxarmadım bu arada, belə saxladım. Yəni, indi makyajımı da göstərim. Və canlarım liftdəydim. Əlimdə adaptör qalıb, bunu da sumkaya qoyaq. Və Diyanam və rəsim. Aysun. Salam. Umay məndəmdir. Məndəmin səviyyəsini bura qoyacağım. Çox soruşursunuz. Əsnəbdən. Bu Aysun işidir. Evet. Evrəm də, evrəm. Aysun. Aysun çox razı. Kamerada mən çox belə makyajsız görsən. Mən də deyim, mən deyirəm ki, Zeynəb təzə cavab göstərmirəm, amma belə Zeynəb təzə cavabdır. Təzə gəlməmişəm, səhvdədir. Sözü sevirəm. Mən təzə gəlmişəm. Mən sizdə həmişə darıxacaqlardan. Bəli, yoxluğunu istədiyimiz insanlardan böyle. İndi mağazaya gedirik Zeynəblə. Zeynəb çox göstərmir, çünki Zeynəb şey... Göstər, belə alır. Neyse, Zeynəb çox göstərmir. Saçımla belə cipsi götürməyə gedirik. Müəlliməyə cipsi götürəcəyik. Müəlliməyə cipsi götürəcəyik. Cipsi axtarırıq. Evet. Mənim də bundan istədim. Bəli, bundan götürürük. Hə, tamam, ondan götürürük. Sonra nə götürürük? Kraks. Kraks o tərəfdə olacaq. Ay. Buyurun, kraks eləyər. Kraks. Biri kraks mənim pendiri. Görüm böyüyündən alaq fazlasından. Ay, bazı dedi mənə. Dedi bunu al. Bir dənə bundan. Bir dənə də gedirik, şey götürürük. Mən də özümə bunu Götürürük. bundan Mənə götürürəm. götürürüm. Mən də bundan götürəcəm. Bundan istəyirəm. Mənə götürürüm. Alıq belə o pendiri falan. Neyse işte bunlar alıq. Sonra məşğələyə gəldik, biraz atışdırmalı falan elədik. Rəsmimizə davam edik. Mən burada karandaş bil alıram. Bunu Zeynəb çəkib dedi, biraz buna qoyaram. Neyse burada da işimi göstərir. Mən evə çatıram. Çox şey seçə bilmədim rəsmini. Onsuz da yəni rəsm seçməliydim, ev tapşırığım falan. Evet canım, mən evdəyəm, yəni evə gəldim, biraz makyajımı yarısını çıxartdım, saçımı topuz elədim, dağınıq şey yəni. Sonra ev paltalarımı keçiş elədim. İndi də gedəcəm, rəsmə gətirdiyim işi sizə göstərəcəm, sonra rəsm çantamı boşaldacağım. Sabahları riyaziyyat işləməliyəm, var gücüm mən özü, çünki 5-ci günə qədər riyaziyyat çatdırmalıyam. Çoxdur yəni, özü də tapşırığım falan yəni. Belə, bu arada işi bəyənmirəm, bilməm niyə. Neysə, indi mən də gedək sizə gətirdiyim işi göstərim. Diana gətirmişəm, çünki Diana işləməliyəm. Ondan əlavə də evdə Diana'nın tam qabaqdan formasını işləməliyəm, yəni çox işim var. Bir də indi sizə gətirdiyim rəsmi göstərim. Deməli, gətirdiyim iş budur, Diana. Ay, taxtam nə gündədir? Taxtamın üstündə nə qədər yazı var.
Nə, hər şey var. Nəysə, hə. Bunu işləmişəm. Yəni bunu daha doğrusu işləyəcəm, tam olmayıb da hələ. Nəysə, indi bunu bitirsəm okeydir. Bunu sabah satdıracağam, yəni bunu sabah eləyəcəm. İndi bu gün eləməyəcəm. Çantam da buradadır bu arada. Bunun içinə də mən nə bilim indi lazımsa hər şeyi qoymuşam burada. Suyumu götürürüm, adapterimi götürürüm, yəni. Bunu işlətdiyim karandaşlar bu arada bunlar bu Pozandır. Bu karandaş 2B, bu da 3B'dir. Bu yəni bu 3B'dir. Baxın bu 3B'dir. Elə əlimdə göstəreyim. Bu birisi 2B'dir, bu da Pozandır yəni. Bunlar karandaşlarımdır. Çantamı yığacağam mən indi 5-ci gün üçün. 5-ci gün 2 məşğələm var mənim. Riyaziyyat və ana dil məşğələm. Riyaziyyat kitablarım bunda hardansa bilirsiniz. Ana dildən kitab aparmayacağam. Çünki ana dilindən müəlliməm PDF atıbdı, yəni. Düzdür, tam baxmamışam ev tapşırılan. Bəlkə kitabla verib bilmirəm. Nəysə. İndi bunu qabaq cibinə düzgün qoyacağam, darağa qoyacağım, bir də ətri qoyacağam. Bunu çantanın içinə qoyacağım, pul qabını yəni. Karandaşları da qələm qabının içinə qoyacağım. Belə. Bunu deyəsən sizlə yığışdırmışdım. Elə sonra o vaxtdan qalan da belə sərgəli qalıbdı, aksesuar qutum. Bu da ki, bundan heç istifadə olunmur, yəni ona görə sərgəli qalırlar yəni. Bu da ki, dağılır, düzəldirəm. Sırqalar da belə ucuzdur belə. Bunları da qoyaq. Bir də qoymuram, bundan qalsın, dolaşır çünki tez-tez. Siz o qədər dağınıq olmamalıyıq. Bura niyə belə dağınıqdır ki? Kesin əvvəl bu kipiklərdən taxdım. Kipiklərim töküldü. Allah haqq, yəni kipiksiz qalmışam uşaqlar. Taxmayın bunları, çox belə kipiksiz qalmışam. Çünki yapışqan çox bərkdir. Çox bərk yapışqan var həqiqətən. Hepsinə belə. Qış gəlsəydi, mən qış üçün darıxmışam bu arada, dərsi şəkildə. Hava da ki, külək eləyir yəni. Mən bu arada müəlliməm ikinci hissə topludan veribmiş, yəni bayaqlar qrupa baxdım. Amma gəl aynen ikinci hissəni də götürəcəm. Üslublar da onsuz da bilirsiniz. Yəni heç sən. Gedib bunu işləyərəm yəqin ki. Çox deyil tapşırıq. Və gördüm bir dağınıq gözüm belə şey oldu, qalxdı gözümdə tapşırıqlar. Gedim mən yaxşısı mən vlogu bitirim, hamısını bir-bir işləyim. Çünki çox da həqiqətən yəni. Ya da ayrı bir vlog seçərəm bunun üçün, dərs vlog falan. Vlogumuzun sonuna gəldik. Bu qısa bir video kimi oldu, vlog kimi oldu. Çünki kanalı istəmirdim aktivlik ölsün falan deyən. O görə dedim ki, nə seçim, bir günlük vlog seçdim. Gələn həftə falan da yəqin video gələr, dərs vlogu gələcək böyük ehtimal yəni. Sonra Məktəbin ilk günü vlog falan yəni belə gedəcək yəni inşallah. Bilmirəm, yəni dərsəm çoxdur, yəni çatdırmağa çalışıram hər şeyi. Siz də inşallah anlayışla qarşılayarsınız. Həftədə bir də video atmağımı. Çalışıram məncə gələn video biraz daha uzun eləyib. Bu səbəb biraz qısa olur. Yəni 20 dəqiqəlik bir video atacağıma söz verirəm. Söz verməsəm eləmirəm, çünki söz verirəm. Yəni belə, arxada da bacım xaricidir, tasını düzləşdirir bacım. Heç nə belə. İndi gedirəm mən vlogu editləyim və sabah saat 7-yə 8-də mən bu video atacağam. Çünki evdə olmayacam mən. İnşallah bu videonu çatdırmalıyım yəni. Yəni hər biri çox öpürəm. Başqa video vloglarımı görüşmək üzrə. Ümid edirəm ki video xoşunuza gələr. Xoşunuza gəlsə like atıb abunə olmağı unutmayın. Öpdüm, bay bay.